Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bilirsiniz ki, artıq bugün 22 maydır və müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır və mən sizə qeydiyyatdan necə keçmək lazımdır, hansı addımları yerinə yetirməlisiniz, bunlar haqqında danışacağım. İlk öncə qeydiyyatdan keçmək üçün ekranda gördüyünüz istifadə edəcəksiniz Google-dan. Deməli, Google-a giriş etdikdən sonra yuxarıda mig.edu.az saytını və yaxud da ki, ekrandakı kimi yaza bilərsiniz. Deməli, seçirik ilk qarşımıza çıxan müəllimlərin işə qəbulu. Müəllimlərin işə qəbulu üzrə deməli görürük ki, belə bir səhifə açıldı qarşımızda. Siz ötən illərdə qeydiyyatda keçsəniz belə, məsələn 2024-də qeydiyyatdan keçmisiniz, 2023-də qeydiyyatdan keçmisiniz, o səhifələriniz artıq deaktivdir. Ona görə ikinci, yenidən qeydiyyatdan keçmə bölməsini başlatmalısınız. Yenidən qeydiyyatdan keçmə bölməsini başladandan sonra bizim qarşımıza digital login adlı bir pəncərə açılır. Sizin öncədən asan logində qeydiyyatınız, yəni digital logində qeydiyyatınız olmalıdır. Bunun da qeydiyyatdan keçmə qaydası müəllimlərin işə qəbulu səhifəsində var. Basırıq. Digital logini görürük. Bəlkə də biraz düz tələffüz eləmirəm, amma bizə əsas qeydiyyatdan keçmək lazımdır. Aşağıda görürük, baxın, identifikasiya nömrəsi ilə qeydiyyatdan keçmək. Basacağım identifikasiya nömrəsi ilə qeydiyyatdan keçməyi. Baxın, identifikasiya nömrəsi ilə qeydiyyatdan keçdikdən sonra aşağıda yəni fin kodunuzu və ümumi digital logində qeydiyyatdan keçdiyiniz şifrəni yazırsınız və deməli səhifəyə daxil olursunuz. Görürsünüz, ekranda belə bir səhifə açıldı. Mən nümunə üçün öz şəxsiyyət vəsiqəmlə qeydiyyatdan keçəcəm. Burada ilk olaraq deməli finlə davam et sözünü klikləyəcəksiniz. İstifadə etdiyiniz operatorun nömrəsini, operatoru seçirik ilk öncə. Məsələn ki, mənim operatorum 050 ilə və nömrəni aşağı hissədə qeyd edirik. Məsələn, götürək öz nömrəmizi. Qeydiyyatdan keçdikdən sonra davam et tuşuna basacaqsınız və sizin yazdığınız nömrə aktiv nömrə olmalıdır ki, gələn kodu siz aşağı hissəyə, yəni SMS kodu daxil edəsiniz. Sistemin çökməsi hallarını da görə bilərsiniz. Müəllimlər bəzən, yəni bu halda qəti narahat olmağa ehtiyac yoxdur. Qaldığınız yerdən qeydiyyatınıza davam edə biləcəksiniz. Çünki ilk sistem açılanda yükləmə halları olur. Kodu təsdiqlədikdən sonra ekranda belə bir səhifə açılacaq. Müsabiqədə iştirak bölümünü doldururuq. Deməli, müsabiqədə iştirak etdiyimiz bölmə hansı bölmə? Əgər siz Rus bölməsinizsə Rus bölməsini, Azərbaycan bölməsinizsə Azərbaycanı, iştirak etmək istədiyiniz fən. Məndə tarix olduğu üçün nümunə seçəcəm tarixi. Görürsünüz, burada hal-hazırda ekranda görüntü açıldı və burada faktiki olaraq yaşadığınız şəhəri düzgün seçməniz lazımdır ki, imtahan zamanı sizi daha yaxın məsafəyə qeyd etsinlər. Burada faktiki yaşadığınız ünvanı qeyd edəcəksiniz. E-mailiniz bir o qədər zəruri deyil, zaten nömrəmizi burada götürüb və keçirik daha sonraki bölümə. Növbətini basdıqdan sonra təhsilinizin pilləsi, məsələn 5 illik oxumusunuzsa 5 il, orta ixtisasdırsa orta ixtisas, məndə ali bakalavriatdır, qeyd edəcəm. İxtisasımız burada düzgün seçməyə xüsusi diqqət yetirin. Gəlin baxaq. Bir saniyə, tarix hara gedib? Diplomunuzda necə yazılıbsa, məsələn, tarix müəllimliyi, seçdik tarix, təhsil aldığınız müəssisə. Təhsil aldığımız müəssisəni qeyd edirik, Azərbaycan Dövlət Pedaqoji Universiteti, daxil olma ilimi qeyd edəcəm, bitirmə ilimi qeyd edəcəm. Diplomumuzun səviyyəsi, fərqlənmə ilə bitirmişsinizsə fərqlənmə və burada təhsil haqqında sənədin seriya nömrəsini qeyd edəcəksiniz. Yəni o diplomun başındakı olan seriya nömrəsindən söhbət. Məsələn, indi burada A, C, A, N, yəni bu şəkildə yaza da bilərsiniz. Birbaşa seriya nömrənizdə yaza bilərsiniz. Yəni bu səhv deyil.
ürəyiniz istədiyi şəkildə qeyd edə bilər. Və yaxud da ki, şəxs ali təhsil müəssisəsini bitirməyibsə, o zaman təhsil haqqında sənədin yerinə sadəcə arayış yazaraq siz qeydiyyatınızı tamamlaya bilərsiniz. Yəni burada da hər hansı bir problem yoxdur. Hər mərhələni bitirdikdən sonra növbəti tuşunu basırıq. Deməli, əgər siz hal-hazırda çalışırsınızsa, həvəsləndirmə tədbirlərini tutalım ki, H1, H2 olan müəssisədə işləyirsiniz. Yəni, əlavə olaraq maaşınızdan əlavə H1, H2 alırsınızsa, o zaman işlədiyiniz il aralığını qeyd edəcəksiniz. Məsələn, 3 ildən 5 ilə qədər, 5 il və 5 ildən çox. İşlədiyiniz təhsil müəssisəsinin tabe olduğu yerli təhsil sektorunu. Gəlin seçək. Yerli təhsil sektoru. Seçdik. İşlədiyiniz məktəb, məsələn, burada açılacaq sizin işlədiyiniz məktəb. Əgər hər hansı bir sağlamlıq imkanı ilə bağlı probleminiz varsa, burada qeyd edəcəksiniz. Əgər elə bir sorunlar varsa, aşağıda sənədinizi yükləməlisiniz. Pedaqoji stajınızı seçirsiniz. Deməli, 9 ilə qədər staj, daha doğrusu eləyək bunu 8, daha düzgün olsun. Elmi dərəcəniz varmı? Bu zaman yoxdursa, təbii ki, yoxdur yazacaqsınız. Təltifiniz yoxdur. Və yaxud da ki, deməli, seçirik. Dərslik müəllifisiz, müəllif deyilsiz. Dərc olunma tarixi bunları. Tədris vəsaiti müəllifisinizsə, müəllifi olduğunuzu qeyd edirsiniz. Yəni, daha çox bu şəkildə olduğu üçün mən bunları deməli qeyd etdim. Yenə də əgər şəhid ailəsi üzvlüyü varsa, o zaman yuxarıda tədris vəsaiti müəllifliyi əlavə et plusdan sonra siz həmin sənədləri aşağı fayl, PDF və yaxud da ki, digər formada aşağı hissəyə, yəni sənəd yüklə bölməsinə yerləşdirə bilərsiniz. Keçirəm növbəti. Deməli, artıq görürük, daxil etdiyiniz məlumatları yoxlayın və təsdiqləyin. Bu zaman biz məlumatları yoxlayırıq. Əgər səhvlik yoxdursa, təsdiqləyirik və bitiririk. Ondan sonra da təsdiqləmə barədə ekranda bir bölmə açılacaq. O bölmə açıldıqdan sonra, yəni ərizəyə baxın hissəsi əgər yaşıldırsa, qeydiyyatdan keçmiş sayılırsınız. Əgər qırmızı görünsə, deməli qeydiyyatı bitirməmisiniz. Yenə də hər hansı bir sualınız olsa, rəy bölümünə yazarsınız.